Assalamu aleykum. Əziz dostlar, gözəl Zakata alallarımız. Əziz dostlar, deməli, tam asfaltın üstü, trasın üstü, gözəl bir dənə torpaq payımız satışa çıxıb. Yəni, əkin, biçin üçün, dostlar, pay torpağı, inşallah yaxın eləyib sizə göstərirəm. Bax, deməli, düz bu hissədə, deyərdim ki, ana yoldan, ana xəttdən, deyərdim ki, bir 300 metrə içəridə, Zakatala Bakı magistralı bu yoldan 300 metre içeride dostlar pay torpağı 1 hektar 2500 torpaq satışa çıxıb. İnşallah yaxından ətraflı göstərəcəm. Qəşəng qoyun ferması eləmə olar. Heyvan saxlama, yaxında da tikillər var dostlar. Yaxında da məsələn tikillər var. Kim nə eləyibsə xeyirli olsun. Qəşəng qoyun ferması eləmə olar. Nəsə fermer təsərrüfatı yaratmaq olar. Çox da gözəl, münasib yerdir. Deyərdim, yoldan 300 metre içərdə, inşallah. Hamı görürsə, əkin, biçindir. İnşallah burada gələcəkdə asfalt olduqdan sonra buraların qiyməti, dostlar, birisi necə olacaq inşallah. Və ətraflı yaxından sizə göstərəcəm inşallah. Və əziz dostlar, inşallah yerə yaxınlaşır. Görürsünüz, bölgündə də tiklilər, qoz bağları, çox belə asfaltdan dediyim kimi heç 300 metre olmaz ki, içərdədir. Qəşəng dediyim kimi qoyun ferması eləyə bilərsiniz. Hinduşka saxlayasınız, fermer təsərrüfatı yaratmaq üçün çox gözəl, münasib yerdir. Ahətəsi çöllərdir, bağlardır. Bizim Muxağımızın çox gözəl yeridir. Tam asfaltın kənarıdır. Və dostlar, yerimiz də görürsünüz, bu çox gözəl yerdir. Baxın, cavan fındıq da tökülüb. Dostlar, 60 dənə şiş burun xurma deyilir, balakən. Bax, yerin içində o da var. Böyür hissələrində əkin, biçin üçün yer də var. Yanında dediyim kimi, nə bilim, müxtəlif fermalar tikiblər. Dediyim kimi, asfaltın kənarıdır. Baxın, maşınlar gidir. Çox gözəl, münasib. Burada nə hissə eləmə olar? Əlavə ağac da artırma olar. Baxın, buradan da mənzərəyə baxın. Şimşəyin mənzərəsi. Baxın, nə gözəl görünür. Binalar. Binalar, bax, ahətəsi nə gözəldir, dostlar. Çox gözəl, çox münasib yerdir. Və inşallah ətraflı içərdən bir dənə çəkim. Dostlar, bax, bu cavan ağaclardır. Qəşəng qulluq da olunub. 200 topa fındıq var. Yerin içi yoncadır. Yonca qarışıq təbii otdur. 200 topa 60 tane də şiş burun xurma. Dediyim kimi, asfaltdan da 200 metre, 250 metre içərdə. Ahətəsi də binalar, işığı da var dostlar. İrəlidən işıq da gidir. İşıq dirəkləri də var, baxın. İşıq dirəkləri də var. Dediyim kimi, ferma eləyə bilərsiniz. Nə bilim, müxtəlif ürəyici nə istəyir? 1 hektar 2500 yerdir. İnşallah gələrsiniz, ətraflı yer sahibi sizə göstərər. Qiymətini də özü deyəcək inşallah. Razılaşarsınız, yaxşı insandır. Yəni, qiymətdə də razılaşma yeri olacaq. Ətraflı qiymətini özü sizə deyəcək. Birbaşa sizə sahibinin nömrəsini deyəcəm. Birbaşa əlaqə nömrəsini deyəcəm sahibinin. Ay dostlar, baxın, deməli, yol da buradan, bax, belə də çıxır. Yerimizin iki tərəfindən yol var. O tərəfindən də var. Bu tərəfindən də var. Darvaza var. Deməli, iki tərəfdə darvaza olan çox münasib. Dostlar, bax, artizan suyu. Əgər suvarmaq istəyirsinizsə, içməli su gətirmək istəyirsə, orada artizan da var. İndi ətraflı inşallah gələr, göstərər, yer sahibi ilə danışarız. Bir dənə də o başdan da sizə göstərirəm. O başdan da inşallah ətraflı göstərim. Və əziz dostlar, dediyim kimi, darvazası da var. Darvaza da var. Bax, işıq dirəyi düz yerin yanında. Böyründə qəşəng fermalar da eləyiblər dostlar. Əkin, biçin üçün bağlar salıblar. Bu da leasing. Agro leasing deyilir. Zakatalamızın Muxaq kəndində yerləşən agro leasing. Tam onun yanı. Tam oranın yanı. O tərəfində də qoz bağlarıdır. Bu yolda görürsünüz. Birbaşa asfaltdan yol gəlir bura. Və əziz dostlar, deməli, inşallah daha indi ahətəsi dediyim kimi akasiya ilə bağlanılıb. Çox da gözəl, çox da münasib yerdir. Baxın, ahətəsi təmiz akasiyadır. Setka ilə, məftillə bağlanılıb. Dediyim kimi, yoldan da, bax, o şamlıq yoldan da elə bir 200 metre aşağıda. Çox da gözəl yer. Və gələk inşallah əlaqə nömrəyə. Bir dənə sizə əlaqə nömrəsi də deyim. Və əziz dostlar, dediyim kimi bu yeri inşallah almaq istəyən adam
çəkdiyim bu asfaltdan dediyim kimi 200 metre aşağıda. Çox gözəl, münasib işığı, hər bir şey yandı. Ferma yaratmaq istəyənlər nə istədiyi ilə elə bilərsə inşallah bağ sala bilərsə. Əlaqə nömrə birbaşa sahibinin nömrəsini deyirəm dostlar. 050 454 84 46 050 454 84 46 nömrəsinə zəng eləyin. Gətirsin inşallah ətraflı göstərsin. Dostlar çox da gözəl, münasib yerdə dediyim kimi. ATS Akasiya ilə Setkinə bax. Agro Leasingin yanı dostlar. Agro Leasingin yanı. O tərəfi də Qoz bağı. Çox gözəl, münasib yer. Yanında da var da məsələn bağlar var. Qəşəng orada görürəm ərik bağları, şaftalı bağ. Çox gözəl yerlərdir dostlar. Alana da, satana da Allahdan xeyirlisi dostlar.